Bir daha salamlar. Mən Hikmət Müsəlov, FES Akademinin kurikulum təlimçisiyəm və az öncə də sizə bildirmişdik, bugün 18 iyun 2025-ci il tarixində olan sertifikasiya imtahanına kurikulum üzrə olan düşmüş sualların izahını verirəm sizə. Başlayırıq birinci sualdan. Müəllim şagirdlərə iqlim dəyişikliyi mövzusunda xarici ədəbiyyatı araşdırıb və təqdimat hazırlamalarını söyləyir. Söhbət hansı növ inteqrasiyadan gedir? Əlbəttə ki, iqlim dəyişikliyi coğrafiyaya aid olan bir mövzudur və biz bunu xarici ədəbiyyat üzrə araşdırırıq. İki fən var burada, artıq xarici dil, coğrafiya. Üstəlik təqdimat hazırlamaq üçün də mən informatikadan təqdimat hansı proqramda və necə hazırlanır onu bilməliyəm. Mütləq burada fənlər arası inteqrasiya var. Və üstəlik də biz xarici ədəbiyyatı araşdırdıqda biz oxuduğumuzu anlamalıyıq. Bizdə oxu bacarıqları olmalıdır. İnformasiyanı oxuyaraq biz əldə edirik. Üstəlik təqdimat hazırlayanda da həmin oxuduqlarımızı yazıya çeviririk və bu oxu və yazı məzmun xəttləri olduğuna görə fən daxilində olan üfüqi inteqrasiyada sualımızda mövcuddur. Deməli, düzgün cavabımız olur B variantı. Fən daxilində üfüqi olan inteqrasiya, bir də fənlər arası inteqrasiya. Növbəti sualımız isə hər dəfə imtahana düşən Bloom taksonomiyasıdır. Müəllim şagirdlərə kəsirləri daha yaxşı mənimsətmək üçün onlara stol-üstü oyunlar təşkil etməyi tapşırır və şagirdlərə bildirir ki, bu oyunlar üçün müxtəlif suallar tərtib etsinlər. Söhbət idraki sahənin hansı mərhələsindən gedir? Əlbəttə ki, burada yaratma mərhələsi olacaq cavabımız. Çünki şagirdlər özlərindən sual tərtib ediblər müəllimlər. Özündən əlavəsi varmı? Özündən gətirdiyi bir şey varmı? Var. Stol-üstü oyun təşkil edirik. Üstəgəl biz sualları özümüzdən tərtib edirik. Yəni mənim təşəbbüsümdəndirsə, mən bunu özümdən təklif kimi verdimsə, bu həmişə yaratma mərhələsi olacaq. Düzgün cavabımız D bəndi. Kanalımızı izləyin, abunə olun və izləmədə qalın ki, birazdan yenə imtahana düşmüş sualların izahı sizlə paylaşılacaq. Sağ olun.